Salam əziz müəllimlər, bugün sizinlə oduncağın əlalətləri ilə burğulanması mövzusu haqqında öyrənəcəyik. Gəlin vaxt itirmədən keçək mövzumuza. Burğulama burğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Yəni, burğulama bir prosesdir və biz burğulama zamanı burğu vasitəsilə bütöv materialda deşik açırıq. Bu silindrik də ola bilər, başqa formada da ola bilər, yəni dəyişir. Amma əsasən asan və olduqca dəqiq yerinə yetirilən silindrik demək deşiyin açılmasıdır. Daha sonrası bu zaman burğu yuxarıdan aşağıya hərəkət edir və fırlanaraq yonqar çıxarır. Elə testlərdə düşür ki, burğunun hərəkət istiqaməti necədir? Deməli, burğunun hərəkət istiqaməti yuxarıdan aşağıya doğru hərəkət edir və bu zaman fırlanaraq o kənarlarından yonqar çıxarır. Daha sonrasında deməli biz burğulanma zamanı hansı deşikləri aça bilərik pəstah üzərində? Deşiklərin iki növü var. İki tərəfi açıq və bir tərəfi bağlı deşiklər. İki tərəfi açıq deşiklər detal boyu deşilir. Bir tərəfi açıq deşiklər isə müəyyən demək dərinlikdə açılır. Hətta elə şəkil 1-ə baxsanız görəcəksiniz. Burada deşiklərin növləri verilir. Şəkil 1-də A-da verilib. İki tərəfi açıq deşiklər, yəni detal boyu açılır. Bir tərəfi bağlı deşiklər isə şəkil demək burada B-də göstərilib. Müəyyən dərinliyə qədər açılır. Daha sonrasında isə deyir ki, adətən biz en kəsikdəki deşikləri dairəvi açırıq. Amma en kəsikdəki deşiklər istənilən formada ola bilər. Yəni bunlar dairəvi, oval, kvadrat, düzbucaqlı, altıbucaqlı və s. Yəni dəyişir. Müxtəlif formada ola bilər. Bu o demək deyil ki, biz yəni sadəcə silindrik deşik aça bilərik. Deməli, biz başqa formada da deşiklər aça bilərik. Sadəcə silindrik deşik asan və dəqiq burğulandığına görə biz ona daha çox üstünlük veririk. Burğu ilə dairəvi deşikləri asan və olduqca dəqiq burğulanır. Bayaq qeyd etdik bunu. Burğuların ən geniş yayılmış növü spiral şəkilli burğulardır. Onların sayəsində müxtəlif demək, materiallar üzərində deşiklər açmaq olur. Deşiyin burğulanması üçün təkcə demək, spiral şəkilli burğu növündən istifadə olunmur. Həmçinin mərkəzvari, qaşıqvari və şinekvari burğulardan da istifadə olunur. Ümumiyyətcə, indi burğuların hər biri ilə sizinlə onlarla tanış olacağıq. Həm görünüşləri ilə bağlı, həm hissələri ilə bağlı. Amma ilk öncə onu qeyd edim ki, testlərə də düşür ki, burğuların diametri harda qeyd olunur? Demək, burğuların diametri millimetrlə onların milində, yəni mil hissəsində qeyd olunur. Dedik ki, müəllimlər, materialda biz spiral şəkilli burğuların köməyi ilə deşik aça bilirik. Bəli. Amma təkcə burğunun spiral şəkilli növü yoxdur. Başqa növləri də var. Hal-hazırda bizə burada 4 dənəsi təqdim olunub. Elə bizdə də testlərdə 4 dənəsini istəyəcək. Amma başqa burğu növləri də var. Misal olaraq göstərə bilərik tacvari burğu. O da inşallah 9-cu sinifdə sizinlə onun haqqında məlumat alıb tanış olacağıq. Amma burada hal-hazırda bizə 4-ü verilib və 4-ünü də istəyəcək. Burğuların növləri gəlin şəkillərə də diqqət edək. Şəkil 2-yə baxsaq, burada burğuların növləri verilib və A-da göstərilib spiral şəkilli burğu, B-də mərkəzvari, C-də şinekvari, D-də daha doğrusu C-də isə qaşıqvari demək burğu növü göstərilib. Bəzən olur ki, müəllimlər spiralvari ilə mərkəzvarini şəkillərinə aid etməkdə çətinlik çəkir. Ümumiyyətcə, C-də göstərilən qaşıqvari burğunu seçmək asandır. Yəni, onu müəllimlər qarışdırmır. Amma mərkəzvari ilə spiralvarini qarışdırırlar. Belə ki, müəllimlər, spiralvaridə bizim bir dənə kəsəntilimiz var. Ümumiyyətcə, burğular əsas kəsəntil, təpə və spiralvari kəsəntil hissələrdən ibarətdir. Ona görə spiralvari kəsəntildə dedik ki, spiralvari burğuda yoxdur. Yəni, bu nə deməkdir? Spiral şəkilli burğuda yalnız bir kəsəntil var, o da əsas kəsəntildir. Amma mərkəzvaridə
3 element var, yəni 3 hissəsi var. Gəlin baxaq görək onlar hansılardır. Əsas kəsən til, daha sonra təpəsi var və spiralvari kəsən til. Ümumiyyətcə bunları qarışdırmayaq. Mərkəzvari və şinekvari burğu növlərində 3 elementlər var. Yəni onların hər biri 3 elementdən təşkil olunub. Amma ki, spiral şəkilli burğu ilə qaşıqvari burğuda bunlarda yalnız bir element var. O da ki, əsas kəsən til. Fikir versinizsə, qaşıqvaridə spiralvari kəsən til yoxdur, nə də ki, təpə hissəsi yoxdur. Eyni ilə spiral şəkilli burğu növündə də elədir. Onlarda demək, yalnız bir kəsən til var, o da əsas kəsən tildir. Amma mərkəzvari ilə şinekvari burğu növündə hər birində 3 elementin 3'ü də var. Yəni onlarda əsas kəsən til də var, təpə də var və spiralvari kəsən til hissəsi var. Yəqin ki, bu aydındır. Xüsusilə də şəkillərə diqqət edin, müəllimlər gətirib testlərdə də salırlar. Yəni sizin çaşmamağınız üçün onlara diqqət yetirməyiniz məsləhətdir. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Deyir ki, burğunun işlək hissəsində 2 əsas kəsən til və 2 spiralvari kəsən til var. Bəli, bu doğrudur. Bayaq da qeyd etdik ki, demək, burğunun işlək hissəsində hansı hissələri olur? Əsas demək, kəsən til və spiralvari kəsən til olur. Yəni 2 ədəd. Daha sonra deyir ki, kəsən tillərlə burğulama zamanı oduncağın lifləri kəsilir və onlar yonqarı, vintvari qanovlar vasitəsilə xaricə çıxır. Bayaq dərsin ilə əvvəlini izah edəndə dedik. Dedik ki, burğunun hərəkət istiqaməti necə oldu? Yuxarıdan aşağıya doğru və o fırlanaraq ətrafından yonqar çıxarır. Bax, bu orada bunu nəzərdə tutur. Yəni, oduncağın lifləri kəsilir və onun yonqarı vintvari qanovlar olur onun kənarında, onlar vasitəsilə xaricə çıxır. Yəni, burada onu nəzərdə tutub deyir. Bəzən də testlərə düşür ki, burğunun quyruq hissəsi nə üçündür? Burğunun quyruq hissəsi ondan ötəridir ki, onlar əl və yaxud da ki, mexaniki əl drelinin patronuna quraşdırılır. Ona görə hələ bax bu hissəyə diqqət edək, çünki testlərə çox vaxt düşür. Amma burğunun işlək hissəsini nəzərdə tutduqda, o artıq 2 əsas və 2 spiralvari kəsən tildən ibarətdir. Olar ki, testlərdə qarşınıza çıxar ki, burğunun quyruq hissəsi nə üçündür, işlək hissəsi nə üçündür? Quyruq hissəsi dedik ki, ondan ötəridir ki, o əl və yaxud da ki, mexaniki əl drelinin patronuna quraşdırılır. İşlək hissə də ondan ibarət idi ki, materialı götürdüyümüz pəstağı deşməkdən ötəri, yəni onun üzərində deşmə əməliyyatını aparmaqdan ötəridir. Yəni bunu bu şəkildə yadınızda saxlayın. Daha sonra gəlin baxaq, əl dreli haqqında məlumat verilib burada. Əl dreli dayaqdan, fırlatma dəstəyindən, burğu və patrondan ibarətdir. Bir də var ki, mexaniki əl dreli. Bunların hissələri də eynidir. Sadəcə bir hissəsi fərqlidir ki, indi onu da sizə qeyd edəcəm. Deyir ki, mexaniki əl dreli dayaqdan, fırlatma dəstəyindən, tutma dəstəyindən və patrondan, burğudan ibarətdir. Deməli, müəllimlər, burada hal-hazırda şəkil ilə 3-ə baxsanız görəcəksiniz. Burğulamaq üçün alətlər var. Hansı demək alətin köməyi ilə biz bunu yerinə yetiririk? Əlbəttə ki, drelin köməyi ilə. Gəlin görək bu drellər hansı drellərdir? Əl dreli və mexaniki əl dreli. Bunların ikisi də əl ilə işləyir. Yəni bunları qarışdırmayaq. İkisi də əl drelidir. Bir də hal-hazırda baxırsınız, bu dayaqdır. Yəni bu hissədən dayaq hesab edirik. Biz bu hissəni dayaq olaraq adlandırırıq. 2-də fırlatma dəstəyi, 3-də göstərilib burğu, 4-də isə burğu patronu. Ümumiyyətcə, bəzən müəllimlər olur ki, qarışdırır ki, burğu patronu ilə burğu eyni şeydir. Xeyr, müəllimlər. Burğu patronu, ümumiyyətcə, oradakı patronu nəzərdə tutur, burğunu yox. Burğu isə həmin patrona quraşdırılır. Ona görə bu hissələrə diqqət edin. Daha sonrasında mexaniki əl drelini göstərilib. Mexaniki əl drelinin
demək, əl drelindən fərqi ondan ibarət deyildi ki, burada onun demək tutma dəstəyi var. Olar ki, testlərdə də düşər ki, tutma dəstəyi hansı demək drel növündədir. Biz onu götürəcəyik mexaniki əl drelində. Baxın, elə tutma dəstəyi budur, fırlatma dəstəyi budur, dayaq hissəsi budur və patronu da göstərilib, burğusu da. Yəqin ki, aydın oldu. Qarışdırmayın bu hissələri. Bu hissələr yəni xüsusilə testlərə düşür ki, müəllimlər də bəzən olur ki, çaşır. Mexaniki əl drelində ümumiyyətcə fırlanmanı dəstəkdən patronuna ötürən dişli mexanizm var. Yəni, bax, bu hissəsi də var. Demək, əl drelində, adi əl drelində bu yoxdur, bu hissə. Sadəcə mexaniki əl drelində bu hissə var ki, bu da dişli mexanizmdir. Yəni, özünüz də burada görürsünüz. Bax, dişli mexanizm bu hissədə yerləşir. Yəni, bunu da yadınızda saxlayın. Daha sonra şəkil 4-ə baxsanız, müəllimlər, burada burğulama üsulları göstərilib. Elə, bax, testlərə də bu şəkildə düşür. Bəzən elə mən bunu əvvəllər müəllimlərə sual verəndə, müəllimlər ümumiyyətcə deyirdi ki, bu kitabda belə bir şey yoxdur müəllim. Düzdür, indi araşdırsaq, dərinə geçsək, belə bir şey var həqiqətən. Vurğulamanın hansı üsulları var? Biri var, Verstaqın sıxacında, şəkil ilə A-da göstərilib və dayaq üzərində. Elə testlərdə də bu şəkildə düşür ki, vurğulama üsulları hansılardır? Biz də götürəcəyik Verstaqın sıxacında və dayaq üzərində. Yəqin ki, görürsünüz. Şəkillərə də fikir verin, gətirib salarlar ki, vurğulama üsullarında dayaq üzərində yerinə yetirilən vurğulama üsulu hansıdır? Onu da siz də götürəcəksiniz. Dayaq üzərində əgər soruşursa, B-ni. Yəni, bu hissədəki demək, vurğulama üsulunu götürəcəyik. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Vurğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyin mərkəzi demək karandaş və bizin köməyi ilə nişanlanır. Burada ümumiyyətcə düzdür, qeyd olunmayıb, rəqəmlə göstərilməyib. Amma burada vurğulama əməliyyatı var. İndi mən onu burada sizə qeyd eləyəcəm. Siz də kitab üzərində qeydlərinizi apara bilərsiniz. Birinci olaraq biz vurğulamanı həyata keçirən zaman ilk olaraq pəstahın üzərində açılacaq deşiyin mərkəzini qeyd edirik. Və bunu hansı demək alətin köməyi ilə nişanlayırıq? Karandaş və bizin köməyi ilə. Bu ayrıca da gətirib testlərə salırlar, amma bunu qarışdırmaq lazım deyil. Demək, bizə əgər vurğulama zamanı deşiyin mərkəzi hansı alətin köməyi ilə nişanlanır desək, bizə götürəcəyik karandaş və bizin köməyi ilə. Daha sonra demək, həmin drelin vurğusunu pəstahın səthindəki qeyd olunmuş nöqtəyə biz düz bucaq altına qoyuruq. Sol əli ilə dayaq hissədən, sağ əli ilə isə demək, onun fırlatma dəstəyindən tutub saat əqrəbi istiqamətində fırladırıq. Bu əslində çox bir asan bir demək hissədir. Elə bax, şəkillər üzərinə baxsanız özünüzdə görəcəksiniz. Burada hal-hazırda elə şəkil burada, bax, bu hissəyə baxsanız, Verstaqın sıxacını demək, pəstah bərkidilib. Fikir verirsiniz, sağ əli ilə fırlatma dəstəyindən tutub saat əqrəbi istiqamətində fırladır. Sol əli ilə isə dayaq hissədən. Yəni, bu bunu nəzərdə tutub deyir. Deməli, biz vurğulamaq istədiyimiz deşik açacağımız yerdə, pəstahın mərkəzində karandaş və biz ilə nişanlama aparırıq. Daha sonra nişanlanan səthə düz bucaq altında vurğunun ucunu yerləşdiririk. Düz bucaq altında yerləşdiririk. Daha sonra sol əlin ovcu ilə drelin dayaq hissəsindən, sağ əli ilə isə tutma dəstəyindən tutub fırladırıq. Və saat əqrəbi istiqamətində buna da diqqət edin. Oldu birinci mərhələmiz nişanlama, ikinci mərhələmiz düz bucaq altında yerləşdiririk. Üçüncü mərhələ olacaq sol əli ilə dayaq hissədən tuturuq, sağ əli ilə isə saat əqrəbi istiqamətində fırladırıq. Bu da dördüncü mərhələ. Elə kitab üzərində siz də bu şəkildə qeydlərinizi apara bilərsiniz. İki tərəfi açıq deşiklərin vurğulanması zamanı deyir ki, vurğunun sonunda
İki tərəf açıq deşiklərin demək açılması zamanı burğulamanın sonunda burğunu deşikdən çıxaranda oduncağı sınıb qopmaması üçün ona təzyiqi azaldırıq. Bəli, biri var, güc, qüvvət sərf edək, onu qəflətən oradan çəkib çıxaraq. Bu zaman burğu və yaxud da ki, oduncaq parçası sına bilər, zədələnə bilər. Bir də var ki, orada təzyiqi, həmin verdiyimiz demək, sərf etdiyimiz gücü azaltsaq, biz onu asanlıqla demək, həmin deşikdən sınmadan, qopmadan rahat şəkildə çıxarda bilərik. Ona görə iki tərəf açıq deşiklərin burğulanması zamanı burğunun sonunda, yəni burğulamanın sonunda həmin təzyiqi azaltmaq lazımdır ki, oduncaq sınıb qopmasın. Əziz müəllimlər, deşiklərin hamar alınması və verstakın qapağının zədələnməməsi üçün biz həmin demək deşikləri burğulayan zaman ora ta parçası qoyuruq ki, bizim işimiz daha keyfiyyətli alınsın. Yəni bu hissəni də yəqin ki, diqqətdə saxlayacaqsınız. Keçək təhlükəsizlik qaydalarına. Pəstaha və atlıq taxtanı verstakda etibarlı bərkidin, doğru. Burğunu patronda etibarlı bərkidildiyinə əmin olun. Bu da doğrudur. Əgər biz onu irəliləyən siniflərdə keçəcəyik, gözünüzdə görəcəksiniz. Biz burğunu patronda etibarlı bərkitmədikdə o sonradan əyri fırlanıb həm burğunun sınmasına səbəb ola bilər, həm də bizim işimizin keyfiyyətsiz alınmasına gətirib çıxarır. Buna baxaq. Deyir ki, əl və ya mexaniki əl drelinin burğusunu verstakın üzərinə qoyan zaman özümüzdən qarşı olmaqla qoymalıyıq. Bu da tamamilə doğrudur. Çünki həmin burğunun uc istiqaməti bizə yönəlik olsa, hər hansı bir ehtiyatsızlıq nəticəsində bizə xətər yetirə bilər. Ona görə bunu bu şəkildə deyir. Belə düşünürəm müəllimlə, bütün hissələri sizə yerli-yerində izah etdim. Hər hansı bir sualınız olarsa da yorumlar hissəsinə yazarsınız. Çalışın şəkillərə diqqət edin. Hissələri də dedim sizə, hissələrə də özünüz diqqət edəcəksiniz. Burğuları da necə fərqləndirəcəyinizi sizə dedim. Bütün xırdalığına kimi izah verdim. Hər birinizə uğurlar müəllimlər. Hələlik.